Yanvarın 17'sində hava kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntıların intensivləşəcəyi, bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, temperatur gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Naxçıvanda da gün ərzində yağış, sulu qar və qar yağacaq, temperatur 0-2 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında, xüsusən də gündüz saatlarında Dağətəyi və Dağlıq rayonlarından başlayaraq havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 4 dərəcə şaxtadan 1 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.